Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in ve sallallahu ala rasulihil emin. Amma ba'd rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. بحق فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Allah mübarək ayın bu mübarək cüməsin, ömrümüzün axir ayı və axir cüməsi qərar verməsin. Bu istiğfar və tövbə ayında Allahın rəhmətinin daha çox insanların halına şamil olan cümə günündə Allah bizi rəhməti sayəsində bərqərar eləsin və bizi rəhmətindən ayrı salmasın. İki dünya bizi rəhməti ilə davranıb, bizi rəhməti ilə əfv eləsin. Və illa Allah birdən ədaləti ilə bizdən rəftar eləsə, onda biz mütləq şəkildə cəhənnəmə gedəsi bir varlığıq, mütləq şəkildə biz behişdən ayrı düşəcək bir insanlarıq. Allah bizlə rəhməti sayəsində rəftar eləsin, bizi rəhmətinə bağışlasın və bu mübarək günlərin nə qədər Allah yanındakı hörməti var, özünə məxsusdur. Bizi də o günlərə ehtiramla davranıb, ehtiramla yaşamağa müvəffəq eləsin. Yadınızdadırsa biz keçən cümə mövzumuz ki, insan düzəldən bir proqram, insanı formalaşdıran bir proqram ki, İmam Sadiq Ağadan oxumuşduq. Ki, özdə İmam Sadiq əleyhissalam deyirdi ki, əməllərin ən şiddətlisi budur. Buna xatir ki, insan özü formalaşsa, həyatındakı düşüncəsi və etiqadı qurulsa, düz qurulsa, ondan sonra asan məsələdir insan əmalın gözəl formada yerinə yetirə. Məsələnin kökü həmən o etiqad məsələsidir ki, gərək orada həll ola. Onun üçün İmam deyirdi ki, əməllərin ən şiddətlisi 3 dənə əməldir. Yəni, bu insan quruculuğudur, insan düzəldən bir yoldur, insan düzəldən bir proqramdır. Əvvəl insan bunu işləməlidir, bunun üzərində çalışmalıdır. Onun biz yetişmişdik ikinci bir hissəsinə ki, müvasatul əxi filmal əlində olanın o müsəlman qardaşından, bacından, yəni o ki, ehtiyaclı adamların ehtiyacını ödəyə biləcək həddə, sənin də qüdrətində olduğu bir həddə bərabərçiliyə riayət eləyəsən. Biz demişdik, əgər insan bu məsələnin bu hissəsində birdən həqiqətən məsələyə düz yanaşmasa, axır aqibətdə gələcək məsumların o nifrin elədiyi adamlarla eyni cərgədə bərpa olacaq. Allahın insanı rəhmətindən çıxartdığı o zaman ki var, o məkan ki var, insan Allahın orada rəhmətinə daxil ola bilmir. İnsan Allahın orada qəzəbinə daxil olur. Həmən o məkana baş vuracaq insan ki, əgər bu yerdə bu məsələlərə laqeyd qalsa. Ki, indi düzdür, əksəriyyətdə bu məsələ heç ümumiyyətcə quruculuq bir proqramı kimi gözə dəymir. İnsan heç onu bir özündə bir əhəmiyyətli hesab eləmir. Amma həqiqətdə budur ki, bu məsələlər bizim insansazlığımızdır da, insan düzəldən bir yolumuzdur. Əgər biz bu yollarda bu quruculuğu özümüz qura bilməsək, demə mənası budur ki, biz elə o nöqsanlarda, o hissələrdə, o cəbhələrdə məğlub olacağıq. Ki, doğrudan da həqiqət də bu cürdür. İnsan hansı cəbhədə zəifdirsə, düşmən həmişə onu o cəbhədə məğlub eləyib. Biz də mənəvi yolumuzda və insani yolumuzda bu imtahanlardan üzü ağ çıxmayacağıq. Tabii ki, bu məsələlərə riayət eləməsək və bu məsələlərə həqiqətdə bir dənə xüsusi əmr kimi, xüsusi mətləb kimi baxa bilməsək, Əmirəl-Möminin keçində və yadınızdadırsa biz Numan ibn Bəşirin eyni Təmərə hücum eləyəndə müsəlmanlardan heç bir səs çıxmadı, heç biri Əmirəl-Mömininə bir dəstək verməyə, kömək verməyə bir addım atmadılar. Əli əleyhissalam burada bu məsələləri önə gətirmişdi ki, siz bilirsiniz niyə bu vəziyyətdəsiz, sizin yəni işiniz niyə bu həddə gəlib çatıb. Bax, bu adamlardır ki, lazım olan vaxtda lazım olan şeylərin verə bilməmişdilər.
O işləri ki, Allah hələ bunlar kiçik məsələlərdir, insandan istəyirdi. İnsan ondan keçə bilməmişdi. Keçə bilmədiyi təqdirdə də aqibətdə mütləq şəkildə məğlub olmağa məhkumdur ki, baxın bu Əli əleyhissalam kimi bir şəxsiyyətin, bir məsumun insan gərək tənqid və təhqirinə, əlbəttə məsumlar heç kimi təhqir eləməz. O ki ona layiqdir o sözlər, onu deyərlər. İndi biz onun adını tənqid də qoysaq, biz onun adını təhqir də qoysaq, hər nə qoysaq, amma insanın ona ləyaqəti çatar, məsum onu deyər. Heç vaxt məsumlar insanların layiq olduğundan nə işi az eləməyiblər, nə çox eləməyiblər. Hər kəsin öz layiq olduğu yerdə ona nə ediblər? Ya tərif deyiblər, ya tənqid deyiblər və s. və ilaxır. Əli əleyhissalam həmən o Numan ibn Bəşirin məsələsindəki cəmaatın süstlüyündə biz qalmışdıq keçən dəfə bu yerdə ki, əvvəl başlayırdı məsələ müvasatul əxi fil mal. Əgər malda, mülkdə müsəlman qardaşlarınla, möminlərlə, müsəlman bacılarınla, ehtiyaclı ailələrlə, ehtiyaclı qonşunla, ehtiyaclı qohumunla və s. ehtiyaclı dostlarınla və s. və ilaxir. Əgər sənin qüdrətində olduğu təqdirdə bunu bölüşə bilməmisənsə, bunu onlarla bərabər şəkildə paylaya bilməmisənsə, bəli, axır aqibətdə də bundan böyük imtahanlarda mütləq şəkildə Allahla üz-üzə qalacaqsan. Müsəlmanların haqqın başqa bir formada tapdalayacaqsan. Əgər sən bir dənə malda, bir loxma çörəkdə bizə deyərlər, bir tikə çörəkdə, bir az qazancda müsəlman, mömin, ehtiyaclı qonşun, qohumun, qardaşın və s. və ilaxır dostun, yaxının, əgər bunlarla əlində olanı bölə bilmirsənsə, axır aqibətdə bundan betər müsəlmanların haqqını tapdalayacaqsan. Bugün aclığına göz yumursansa, sabah ölümünə göz yumacaqsan. Bugün onun fəqirliyinə göz yumursansa, sabah onun qanının tökülməyinə göz yumacaqsan. Necə ki, misalını vurmuşduq, həmən Malik ibn Kəb Əli əleyhissalamın dostu və Malik ibn Kəbin ixtiyarında olan, Eyni Təmərdə olan həmən o Eyni Təmər məntəqəsini qoruyan mühafizəçilər, müsəlmanlar necə ki məğlub oldular. Bu qədər insanın qanı töküldü. Niyə? Bu insanlar bu işlərə şərait yaratdılar. Əli əleyhissalam deyirdi: "Əma dinun yecma'ukum və la hamiyyətə tuhmişukum." Sizin heç bir dininiz yoxdur. Sizi bir araya gətirsin, sizi öz dövrəsində cəm eləsin. Sizin heç bir qeyrətiniz yoxdur ki, sizə buradan qəzəb versin, qeyrətiniz sizi bir qəzəbə gətirsin. Əli əleyhissalam bunu ürək yanğısı ilə bu mövzuları deyirdi. Cəmaata dedi ki, yəni sizin dininiz yoxdur, sizi bir yerdə cəmləşdirsin, sizi bir orta məxrəcə gətirsin. Yəni sizin bir qayda qanununuz yoxdur. Ona görə deyir də, atasızlar, ey böyüksüzlər, ay o öz başına cəmaat. Yəni sizin dininiz yoxdur. Din xüsusi bir proqramdan ibarətdir. Siz müsəlman deyilsiniz bəyəm. Və bu İslamın bu qədər göstərişləri sizə aid deyil ki, siz bir yerə gələsiniz, bir mətləbə gələsiniz. Siz burada məsələn cəm olasınız. Heç qeyrətiniz də yoxdur, siz qəzəblənə bilmirsiniz. İmam Sadiq əleyhissalam deyir Muaviyə, Bəni Üməyyə imanın yolunu göstərirdi, küfrün yolunu göstərmirdi. Çünki özü ki insanları çəkəcəkdi küfrə, istəmirdi insanlar küfrü tanısın. İnsanlara ancaq və ancaq sadə bir formada İman, məsələn, Allaha iman gətir, Peyğəmbərə iman gətir, namazını bu cür qıl, orucunu bu cür qıl, amma başqa mətləbləri Bəni Üməyyə danışmırdı. Buna görə cəmaat birdən tanıyar. Bunların özünün küfrü sabit olar, cəmaat bunların kafir olduğunu anlayar. Həmişə imandan danışardılar ki, cəmaat iman cərgəsini görsün. Amma həqiqi iman budur ki, onun cərgəsində, onun ziddiyyətində duran, o müxalif cəbhəsində duran küfürdür. O küfürlə bu imanı gərək tanısan, imanı düz tanıyacaqsan. Küfrüsüz iman tanısan, onda iman tanımamısan ki. İnsan küfrüdən xaric olanda iman cərgəsinə daxil ola bilir. Küfrü başa düşmədiyi təqdirdə necə iman vadisində ola bilər insan ki, bu özü də ayrıca bir bəhsdir. Əli əleyhissalam deyirdi, sizin dininiz yoxdur görəsən, sizi bir araya gətirsin. Sizin heç qeyrətiniz yoxdur, siz qəzəblənəsiniz. Sizin müsəlman qardaşlarınızı Eyni Təmərdə öldürürlər, hücum çəkirlər, onları öldürəcəklər, onların qanını tökəcəklər. Bunlar nə böyüyə baxacaqlar, bunlar nə kiçiyə baxacaqlar. Bunlar üçün qadındır, kişidir, uşaqdır, böyükdür, cavandır, qocadır. Heç bir bunlar üçün məsələ o qədər də əhəmiyyətli deyil. Bunların qılıncları kimə yetsə öldürəcək. Yəni siz bu qədərmi vəhşiləşmisiniz belə bir halətdə oturmusunuz evinizdə və gözləyirsiniz ki, məsələni başqaları dəf eləsin. Sanki bu məsələ başqaları üçündür. Xeyr, bu məsələ sizin boynunuzda haqdır. Əli əleyhissalamın özünün sözüydü da, o başqa bir xutbəsində özü deyir ki, "Uridu ən udaviya bikum və entum daim." Mən istədim
Siz mənə dərman olasınız, siz mənə dərd oldunuz. İstəyirdim sizdən yarama məlhəm götürəm, yaramın məlhəmi olasınız, elə özünüz mənə bir dərd oldunuz. Nəinki hələ mənə dərman olmaq, siz özünüz mənim üçün bir dərdsiniz. Kənaqişi şəvkəti bir şəvkə. Bilirsən nəyə bənzir deyir? Yəni sizlə bir dərdi aradan aparmaq, qaşınmanı qaşınma ilə aradan aparmaq kimidir. Yəni qaşınan şeyi qaşıyarsan, o qaşınma aradan getməz ki, yaranı biraz da dərinləşdirər. Görün, Əmirəlmöminin hansı misalları çəkib? Bu cəmaatın vəziyyətini necə bunlara başa salıb ki? Yəni sizlə heç bir addım atmaq olmaz da, sizlə atılan addımın hamısı məğlubiyyətdir. Yəni mümkün deyil insan gələ sizlə bir addım ata, hansısa bir müsəlmanın siz yarasına məlhəm olasınız. Xeyr, ola bilməzsiniz. Bu dəqiqə, bu qədər qəlbinizdə dünya məhəbbəti sizdə elə bir formada, köklü formada özünə yer alıb ki, o qədər dərin nüfuz eləyib ki, sizin qəlbinizə, sizlə heç bir yarıya, heç bir dərdə məlhəm eləmək olmaz. Siz əksinə insan üçün özünüz bir dərdsiniz. Əli əleyhissalam burada dedi ki, mən sizi yəni buna xatir istəyirəm başa salam ki, sizin heç bir qeyrətiniz yoxdur, siz bir qəzəblənəsiz. Əqumu fikum mustasrixan və unadikum mutagavvisan fəla təsməunə li qavlən və la tuti'unə li əmrən ki, baxın, qurban olum sənə məzlumiyyətinə, ya Əmirəl-Müminin. Görəsən, biz səni ya İmam Zaman nə qədər belə məzlum eləmişik. Biz sənin fəryadını nə qədər bu cür rədd eləmişik. Biz də səndən həm zaman yaşayırıq. Düzdür, biz səni görə bilmirik, İbnəl Həsən. Biz səni yaxından görə bilmirik, biz səni ziyarət eləyə bilmirik. Amma görəsən nə qədər fəryadın dünyada eşidilib, sənin meyarların dünyada görsənib, görəsən biz onlara nə qədər müxalif olmuşuq. İmam deyir, əqumu fikum mustasrixan və unadikum mutagavvisan. Deyir, mən sizi bilirsiniz necə çağırdım? Mən sizi fəryad eləyən halda çağırdım, ha? Mən sizi dərdli halda çağırdım. Mən sizi həqiqətən belə o naləli halda çağırdım. Mən sizi o hər yerdən əli üzülmüş, dərdi olan adam kimi çağırdım. Nə siz mənim çağırışıma cavab verdiniz, nə siz mənim fəryadımı eşitdiniz. Mən fəryad çəkib ayağa qalxdım. Dərdli insan kimi fəryad elədim. Dərdli insan kimi sizdən kömək tələb elədim. Amma nə o fəryadıma baxdınız, nə bu dərdimə baxdınız. Heç vaxt siz fəla təsməunə li qavlən və la tuti'unə li əmrən. Nə mənim sözümü eşitdiniz, nə əmrimə itaət elədiniz. Siz məni bu cür giriftar qoydunuz. Bu fəryadım da sizin qəlbinizdə təsir qoymadı. Bu dərdlə, nalə ilə sizi çağırdım. Bu sizdə bir təsir qoymadı. Hətta təkəşşəfəl umuru ən əvaqibil məsaə. Hətta sizin o işinizin axırında olan o peşmançılıq da biləsiz, sizə heç fayda verməyəcək. Elə ki, mən hətta baxın, təkəşşəfəl umuru ən əvaqibil məsaə. Bunun mənası budur ki, yəni bir zaman ki, siz bu fəryadıma, bu nalə çəkirəm, bu cür məsələn, dərdli halda sizi çağırıram, bunlara cavab vermirsiniz. Bir zaman bunun siz böyük bir müsibətini görəcəksiniz. Amma o görəndə ki, o müsibət ki, siz ondan peşman olacaqsınız. O İmam özü də demişdi da, balalarınız Bəni Üməyyənin qapısında xar olacaq, dilənsiz, zəlil olacaq. Onlar da onu daha da xar eləyəcəklər. Yəni bu peşmançılıqlar bir gün sizə fayda verməyəcək ki, bir zaman Əmirəl-Möminin fəryadına cavab versəydik, biz Şam cəmaatının əlində əsir qalmazdıq. Niyə Əmirəl-Möminin görürsünüz? Elə dünyadan köçən kimi rahat bir halda Muaviyyə təslim oldu. İraq cəmaatı, Şam cəmaatına təslim oldu. Çünki bu zamanda lazım olan işlərdə o gəlib o bərabərçilikdə ki, o işlərə riayət eləyə bilməmişdilər, müsəlman qardaşın öz canı qədər istəməmişdi. Bu bərabərçilik itəndən sonra gördünüz İraq təslim olundu hara? Şam cəmaatına. Ondan da sonra tarixin müsibətlərini saymaqla qurtarandı. Elə bir dənə Həccac ibn Yusif tarixin ən böyük misalıdır da. Həccac ibn Yusif bu cəmaatı İraqda niyə bu cür xar eləmişdi, zəll eləmişdi? O bir nəfər kişi çıxıb Həccac ibn Yusuf gələndə demişdi ya, keçərsiniz o Fəratın o tərəfində döyüşərsiniz. Bir nəfər kişi çıxıb demişdi, axı mənim neçə dənə oğlum gedir döyüşməyə, mənim də boynumdan cihad götürülüb. Yaşlı adamın birinci onun boynunu vurdurmuşdu. Ki bu öbürsülərə dərs olsun. Cəmaat bir-birinin Fərat çayının içində ayaqlayıb öldürürdü. Tökülmüşdülər Fəradı keçəndə suya.
Bu cür bir vəhşət qorxu niyə? Əli əleyhissalam bunu deyir ki, hətta təkəşşəfəl umuru ən əvaqibəl məsaə. Sizin sonrakı peşmançılığınız da sizə fayda verməyəcək ha. Bu gün vaxtında bu işi görmək lazımdır ki, məsələ həllin tapsın. Sonrakı peşmançılıqlarınız heç vaxt sizə fayda verməyəcək. Fəma yudraku bikum tharun və la yubləğu bikum məramun. Sizlə heç bir günahsız insanların qanının intiqamında almaq olmaz. Sizlə heç vaxt bir tələb olunan mətləb, bir mərama yetişmək olmaz. Siz elə cəmahatsınız ki, biz duraq, müsəlman qardaşların tökülən qanının intiqamını sizlə alaq. Fəma yudraku bikum tharun. Sizlə mümkün deyil tökülən qanların intiqamını almaq. Özdə günahsız tökülən qanların ki, intiqamını almaq hər bir müsəlmanın boynunda şər'i vəzifədir. Əleyhissalam deyir, bu mümkün deyil. Bu cəmahatla mümkün deyil. Və la yubləğu bikum məramun. Heç sizlə də bir məqsədə, bir mətləbə, bir mərama yetişmək olmaz. Siz bir cəmahatsınız ki, adamı bu yolda yarıda qoyarsınız. Necə ki elə məsumu o cür yarıda qoymuşdular. Biz bu işlərə baxıb əvvəl muvasatul əxi, fil mal, o insansaz, o insan quran, insan formalaşdıran məsələyə diqqət edək. And olsun Həzrəti Əmirin öz həqqinə, o məsələlərə laqeyd qaldıqca müsəlmanlar bu məsələlərin bu cəbhələrində məğlub olublar və məsumların göz yaşına səbəb olublar. Bəzən məsumların balalarının ölümündə özləri iştirak ediblər, şəhadətlərində özləri iştirak ediblər. Allah bu cümə gününün ehtiramına, bu mübarək Şaban ayının ehtiramına xatir bizi bu məsələlərdə, bu məsələlərdən ibrət almağa müvəffəq eləsin və qəlbimizdə köklü şəkildə bu məsələləri qəbul eləməyə bizə tövfiq inayət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.